Salam, hər vaxtınız xeyir. Ərəb dilinin açarı Miftahul Ərəb verilişində sizləri xoş gördük. Əssalamu aleykum, əhlən və səhlən bikum fi bərnamic Miftah Ərəb. Bugünkü mövzumuz İslam mədəniyyətinin ən zəngin sənət sahələri olan xəttatlıq və təhsib sənətidir. Xəttatlıq sənəti əsrlər boyu dilin, ədəbiyyatın, incəsənətin inkişafında mühüm rol oynamış. Təhsib sənəti isə əl yazmaları, sənət əsərlərini özünə məxsus naxış və ornamentlərlə bəzəyərək bu irsi daha da zənginləşdirmişdir. Azərbaycan mədəniyyətinin də özünün qoruyub saxladığı nadir, dəyərli, qiymətli nümunələri çoxdur. Bu barədə daha ətraflı danışmaq üçün, bilgi almağımız üçün studiyamızda dəyərli qonağımız var. Studiyamızın dəyərli qonağı Əlyazmalar İnstitutu Gigiyena və Bərpa Laboratoriyasının şöbə müdiri Ustad, sənətşünas Zaur Orucovdur. Xoş gəlmişsiniz Zaur müəllim. Xoş gördük. Zaur müəllim sənətşünas kimi uzun illər xəttatlıq, təhsib, dekorativ və tətbiqi sənət sahəsində araşdırmalar aparmış. Azərbaycanın zəngin bədii irsinin formalaşması, zəngin bədii irsinin yayılması, təbliği sahəsində böyük işlər görmüşdür. Zaur müəllim, ilk növbədə gəlin İslam mədəniyyətində təhsib və xəttatlığın formalaşması və inkişafı barədə danışaq. Elə sualım da buradan olacaq ki, İslam mədəniyyətində xəttatlıq və təhsib sənəti necə formalaşıb və bu hər iki sənətin İslam mədəniyyətində yeri nədən ibarətdir? Buyurun. Mən də təşəkkür edirəm belə bir gözəl fürsət bizə təqdim eləmişsiniz ki, ənənəvi sənətlərimizin xalqımıza tanıdılması, onları öyrədilməsi yolunda böyük bir addım atmışsınız. İlk bizim islahatçımız, dindəki islahatçımız Həzrəti Peyğəmbərdir. Peyğəmbər yaşadığı peyğəmbərlik dövründə çox böyük islahatlara yol açır. Yəni təfəkkürü, təxəyyülü o qədər geniş bir şəxsiyyət rol modeli olur ki, sahabə hər zaman onun addımlarına baxır ki, çünki hər şey ilk dəfədir. Bəli. Yazı desək ilk dəfədir, kitab desək ilk dəfə kitab görürlər. İbadət ilk dəfədir. Məscid dediyimizdə indi bugünkü insana görə məscid dediyimizdə bir obraz var, bir rol model var. Bilir ki, təfəkküründə məscid nədir? Amma o dövrün insanı üçün bir məscid modeli yoxdur. Qiblə modeli yoxdur. Mehrab, minbər modeli yoxdur. Kümbəz modeli yoxdur. Minarə modeli yoxdur. O cümlədən də kitab modeli yoxdur. Bu islahatlar elə birinci Peyğəmbərimizlə başlayır. Daha sonra yenə o böyük səhabələrin atdığı addımlar və Quran-ı Kərimin ilk yazılışında həmin o qrupun da içində olan rəhbərlik edən Həzrəti Əlinin ilk atdığı addımlardır. Kufəyə yerləşilir. Kufəyə qədər ərəb yazısına ya Məkki ya da Mədəni deyə belə bir ifadə işlədirdilər. Kufədə bir məktəb bünövrəsi qurulur. Desək yeridir. Xəttatlığın bir məktəbi. Artıq orada tələbələr yetişir. İlk yenə islahatı da Həzrəti Əli yazıda hərflərin biraz yumşaldılmasında, estetik görünüşündə bir cığır açır. O çox möhtəşəm bir addımdır ki, ondan sonraki dövrlərdə görürük ki, ərəb hüsn xətt dediyimiz xəttatlıq sənəti hansı zirvələrə gəlib çatdı. Bəlkə də o addımlar atılmasaydı, elə o Kufidə olduğu kimi qalacaq idi. O sərtliyi ilə, necə deyirlər, estetik görünüşü olmayan mı deyim və yaxud da necə deyim, belə o forma ilə bəlkə günümüzə qədər gəlib çatacaq. Sualım bundan ibarətdir. Xəttatlığın əsas xətt növləri hansılarıdır və onların estetik və tarix xüsusiyyətləri hansıdır? Bəli, ilk İslamla başlayır bu təkmilləşmə prosesi. Çünki İslamın ən gözəl əsəri deyək də ortaya qoyduğu Quran-ı Kərimdir. Quran-ı Kərimə olan hörmət, ehtiram və təbii ki, Quran yazılır ilk. Bu xəttlə Quran yazılır. Allahın kəlamı yazıldığına görə xəttatlar xüsusi olaraq buna əhəmiyyət veriblər. Misal üçün, belə bir xəttatlıqda belə bir şey var. Dəstəmazsız heç bir hərf yazılmayıb. Nə gözəl. Belə bir qayda var. Dəstəmazsız heç bir hərf yazılmayıb. Qarğı qələmin yonqarlarını heç vaxt kənara atmayıblar.
xəttatların vəsiyyətidir ki, öldükdən sonra o ömrü boyunca yığılan yonqarları yandırıb, ondan suyu isidib, cənazələrini ondan yuyulsun və külü də qəbrə atılsın deyə vəsiyyətləri var. Niyə? Qiyamət günü Allaha təqdim olunacaq ki, yəni ömrüm nəyə getdi? Sənin kitabını yazmaq üçün. Belə bir əsrlər içində ərsəyə gələn bir mübarək bir dəstixət ortaya çıxır. Bu olmasaydı, ondan İslamdan əvvəl də yazı var idi desək. Amma estetik heç bir şey yox idi. Naxışlar, İslamdan əvvəl də naxışlar var idi. Amma İslam gəldikdən sonraki dövrlərə baxanda görünür ki, bəli, islahat, gözəllik, ən zərif hissələr İslamda ərsəyə gəlir. O da imanın, sevginin gücü desək yeridir. Qur'ana olan, Allaha olan, Peyğəmbərə, onun ətrafındakı əhl-i beytinə, ətrafındakı insanlara olan sevginin nəticəsi olaraq büruzə verdi. Ruhi bir hadisədir ki, xəttatlığa ruhun həndəsəsi adını verdilər. Heç bir kaligrafiya, heç bir xəttatlığa belə bir ifadə verməyiblər. Cismani alətlərlə ərsəyə gətirilən ruhani həndəsə. Belə bir ifadə heç bir xətt növünə deyilməyib. Deməli, İslam dəyəri verdi də, dəyəri gətirdi. Bəli. Belə bir sual meydana gəldi ki, xəttatlıqda nə ilə yazırdılar? Qarğı qələmlə yazırdılar. Qamış dediyimiz qarğı qələmlə yazırdılar. Sonraki dövrlərdə yerinə görə taxtadan da istifadə olunur, daha iri maştablı yazılarda. Bir də Yava adasında, Endoneziyada o vaxt hac qafilələrində görürlər ki, Endoneziyalı müsəlmanların əlində bir qələm növü var. Çox incədir, ondan yazı yazılır. Baxırlar ki, bambukun bir növüdür. Bildiyimiz kimi Quran-ı Kərimi başdan sona bir xəttat yazmaq istəsə, qələmin ağzı dediyimiz o nəsix xəttinə uyğun hazırlanmalıdır və başlanğıcdan sonuna qədər eyni qalınlıq olmalıdır ki, sətirlərdə ümumi görünüşdə forma pozulmasın. Bu da çox çətindir. Bütün ayələri yazanda qələm zaman içində aşınır. Amma bambuk qələmin sərt olmağını görürlər və bu səfər xəttatlar bundan istifadə edirlər, bambuk qələmdən. Çox incədir və bir kitabı başdan sona qədər mümkündür yazmaq və ağzı da aşınmır. Bildiyimiz kimi Kufədə Kufi xətti artıq bayaq dediyimiz kimi ilk islahatı başlanıldı. Ondan sonra İbn Muklə, Bəvvab, bir də Yakut Əl-Mustasimi, İslam coğrafiyasında üzə çıxan ən böyük islahatçılardır. Onlar qələmə bir düstur qoydular, yazıya bir düstur qoydular. Yazının, misal üçün verək, tamaşaçılarımız üçün də rahat olsun, bir əlif hərfi neçə nöqtə olmalıdır. Bugünün insanları artıq kompüter dilində bilirlər. Tutalım, Azərbaycan şəriflərindən yazırıq, orada 14 ilə, 16 ilə, artıq o avtomatik, belə deyək, kompüter onu həll edir. Amma o dövr üçün qələmin ağzının ölçüsü önəmli idi. Hansı ölçüdə yazırsa, o ölçüdə bir nöqtə qoyur. Beləliklə, bir əlifin boyu neçə nöqtə olmalıdır? Onu ilk bayaq adını çəkdiyim ustadlar o nəzəriyyəni ortaya qoyurlar ki, bir əlif nə qədər olmalıdır? B hərfinin çanağı o açılanda neçə nöqtə olmalıdır? Xəttdən yuxarıya, xəttdən aşağıya neçə nöqtə düşməlidir? Bu belə bir düsturla xəttə bir qamət gətirildi, bir görünüş gətirildi. Çox da maraqlıdır ki, ərəb bu hüsn xətt sənətindəki nöqtə Kəbənin təpədən baxılan formasıdır. Üstdən baxılanda Kəbəyə oxşuyur nöqtə. Belə bir mən məqalə yazmışdım bir vaxtı. Hüsn xətt sənəti qamətini, duruşunu, istiqamətini Kəbədən alır. Yəni o nöqtələrlə alır. Bizim İslam sənətlərinin ən böyük xüsusiyyəti odur ki, Qur'andan ilhamlanır.
və ona görə də günümüzə qədər gəlib çıxıb. Hər işdə, məscid olsun, mədrəsə olsun, əczaxana o dövrün xəstəxanası olsun, acizlər evləri olsun, körpü olsun, mədəniyyət evi olsun, hansı abidə olursa olsun, mütləq şəkildə bir Qurana müraciət olunub. Oradan bir iqtibas alınıb. Hər işdə Quran mərkəzli hərəkət elədiyinə görə bizim İslam mədəniyyəti günümüzə qədər cəmiyyətin ehtiyaclarına cavab verə bilib. Çünki Tolstoyun çox gözəl bir fikri var. Deyir ki, bir mədəniyyət ilahi mənbədən qida almasa, yox olmağa məcburdur. Və bunu biz görürük. 1400 ildir ki, İslam mədəniyyəti, başda xəttatlığımız və təsvib sənətimiz olsun, davamlı Qurandan nümunə alır. Və beləliklə bu Kufədə başlayan islahat nəticəsində bir çox yazı növü ortaya çıxır. Çoxlu yazı daha doğrusu. Bəlkə 30-40 desəm yeridir. Növ yazı üzə çıxır. Ancaq əqləmi sittə dediyimiz 6 qələm və yaxud da 6 qələm tarixdəki adlarıdır. 6 qələmi ittifaqla xəttatlarımız 6 qələmə qərar qılırlar ki, bu yazılarla davam edək. Reyhani, Muhaqqaq, Reyhani, Sülüs, Nəsix, Tövqi, Rika. 6 xətt üstündə qərar qılırlar. Nəsix xəttindən Quran yazılır. Nəsxin bir böyüyü Sülüs xəttindən məscidlərimizin tərtibatı olunur. Mən həm ictimaiyyətimiz üçün, həm də tələbələrimizə də bu misalı hər zaman çəkirəm. Heç bir müsəlman dövləti heç bir yazışmasında Nəsix xəttindən istifadə etməyib. Çünki o Quranın xəttidir. Bugün bəzi qruplar var, forma, geyimlər üzərində ərəbcə yazılardan istifadə edir. Xüsusilə də Quran yazılarından. Bu Quranın etikasına uymur. Olmaz belə bir şey. Heç bir tarixdə görmürük ki, Nəsix xəttindən nəsə yazılsın. İndi Afrikada görürük ki, Şərqi Afrikada Məğribi Kufi dediyimiz Kufi xəttindən yazılır. İranda Talik xəttindən yazılır. Osmanlı özünə Riqa xətti tapır, özü ondan yazıb, yazışmalar, divani xətti ərsəyə gətiriblər. Amma heç vaxt Nəsix xəttini bu cür işlətməyiblər. Niyə? O Qurana xas olduğuna görə, ona məxsus olduğuna görə toxunulmuyor. Qurana ehtiram olaraq? Ehtiram olaraq, bəli. Yalnız Qurana. Azərbaycanda ərəb xəttatlığı və təhsib, o cümlədən nəqqaşlıq sənətinin izlərini hansı tarixi abidələrdə, məscidlərdə və ya qədim əlyazmalarda görmək mümkündür? Bu nümunələr bizim mədəni irsimiz üçün nə ifadə edir? Demək olar ki, hər bir abidədə biz bu dediklərinizi görə bilərik. Bəli. Bugün Qarabağımızın bağrında olan Şuşamızdakı Gövhərxana məscidində o izlərin dediklərinizin tamamını görə bilirik. Xəttatlıq arzu eləsək, xəttatlığın 2 növü var. Talik xətti var. Minarələrdəki maqilli Kufi dediyimiz Kufi nümunələri var. Gedirik Hüdavəng monastırında qədim dövrə aid ornamentin izləri var. Düzdür, burada belə bir haşiyə mən giriş eləmək istəyirəm. Biz naxışlara baxdığımızda o naxışı işləyən sənətkarın yaşadığı dövrün milli, mənəvi və yaxud da mitologiyasına, inancına diqqət eləmək məcburiyyətindəyik. Çünki bir sənətkar öz daxili dünyasını əsərinə əks elətdirir. Bu vacib məqamdır. Belə bir misal verək tamaşaçımız üçün. Deyək, Bakıda böyüyən, Bakıda ərsəyə gələn bir şair, sənətkar, təbii ki, onun bütün şeirlərində, obrazlarında Xəzər dənizi olacaq, təsvirlərində, ifadələrində. Xəzərin coşqunluğu, Xəzərin və yaxud da Bakının küləyi olacaq. Amma Bakıda yaşayan bir sənətkarın şeirində dağ çayından heç vaxt bəhs etməyəcək. Bəli, görməyib axı. Bax, bu məsələ biz bu səfər tarixə dönüb əsərlərə baxdığımızda o mitologiyanın izlərini mütləq axtarıb tapmalıyıq. Və beləliklə bu dediyiniz inanca aid olan xəttatlıq olsun və yaxud da ornamentlərdəki bir sevgini,
ölümsüzlüyü, mücadiləni, o ruhu daşıyan ornamentlər demək olar ki, bütün abidələrimizdə var. Ayət arzu eləsək, bütün məscidlərimizin, qala divarlarımızın, evlərin, məsələn, mülk Allahındır ifadəsi olan əl-mülkü lillah sözünü biz mütləq şəkildə ya qapı üstlərində, ya darvazaların üzərində, ya qala divarların üzərində mütləq şəkildə bunları görürük. Bu xətt nümunələri hər yerdə mövcuddur. Günümüzdə nəqqaşlıq, təsvir sənətinin izləri hələ də davam edirmi, varmı? Bəli, bu günümüzdə də dövlətimizin dəstəyi ilə inşa edilən məscidlərimizdə ki, o cümlədən Cənab Prezidentimizin açılışını etdiyi məscidlərdə o ənənəvi naxışlarımız, hüsnxətt sənət nümunələrinin öz əksini tapdığını müşahidə edirik ki, dövlətimiz də buna qayğı ilə yanaşır. Çünki bu bizim xalqımızın ərsəyə gətirdiyi bir əsərdir. Çünki Azərbaycan tarixən coğrafi mövqeyi elə bir münbit mövqeyidir ki, davamlı İslam coğrafiyasına, İslam mədəniyyətinə şair, sənətkar, xəttat, müzəhib, mücəllid, müsəvvir, o dövrün dilindən desək, onları yetişdirir. Bugün hər bir mədəniyyəti, qərbdən şərqə qədər mədəniyyətin altını biz araşdırdığımızda mütləq şəkildə orada bir Azərbaycan aliminin, bir Azərbaycan ziyalısının, bir Azərbaycan sərkərdəsinin və yaxud da bir Azərbaycan nəqqaşının mütləq adını görə bilirik. Bəlkə deyə bilərlər ki, tamaşaçılar da birinin misal üçün adını çəkin deyə. 16-cı əsr Şahqulu Nəqqaş sənətkarımız Amasyaya köçür. Daha doğrusu Fatih görmək istəyir. Ona İstanbulu fəth edən birisinə yaxınlaşmaq, onu yanında çalışmaq məqsədi ilə gedir. Sonra Fatihin ölümü eşidir, Amasyada qalır. Onu Sultan Süleyman xəbər tutur, İstanbula dəvət edir və öz maaşından ona məvacib maaş ayırır və İstanbulda Təbriz məktəbinin qurucusu olaraq davam edir. Osmanlının saray baş nəqqaşı Qara Məminin də müəllimi olur. 16-cı əsr Azərbaycan nəqqaşı, Şahqulu Nəqqaş. Məsələn, bu bilim misalımızdır. Elə xəttatlıqda da Amasyaya o dövrdə köçən, Təbrizdən köçən xəttatlarımız, sənətkarlarımız mövcuddur. Çox gözəl məlumatlardır. Növbəti sualım ondan ibarətdir ki, təsvir sənətində istifadə olunan ornamentlər, rənglər, bəzək elementləri hansı məna daşıyır? Bu sənətin hazırlanması hansı mərhələlərdən ibarətdir? Baxın, o qədər maraqlıdır ki, suallarımız da çoxdur. Bu təsvir sənətidir, nəqqaşlıqdır. Bu hər bir bunu bacaran insanın, ustasının qəlbindən gələn bədahətən bir eşqidir, sevgisidir. Məsələn, şair öz qəlbindən keçən sözləri misralara, yazıya köçürtdüyü kimi, xəttat da, təsvir sənətinin ustası da özünü o naxışlarda necə görür? Bax, onların mənası var. Hansı mənalardır məsələn? Təsvir bildiyimiz kimi zəhab sözündən, yəni qızıllamaq sözündən törəmiş bir sənət növüdür. Qızılla orada bəzək vurulur. 12-ci əsrə qədər ki, əlyazmalar və yaxud da Qurani-Kərim başda olmaqla naxışlara fikir verirdi ki, oradakı tərtibat daha çox ərəb zövqünə uyğun tərtibatdır, ərəbləri. Bayaq misal verdiyim kimi, şəhərdə yaşayan sənətkarın xəyal dünyası dənizdən ibarətdir və yaxud da yaylaqda yaşayan, dağlıq, meşəlik, o təbiətdə yaşayan sənətkarın xəyal dünyası fərqlidir və yaxud da səhrada yaşayanın xəyal dünyası fərqlidir. Və beləliklə baxırıq ki, 300-400 illik bir məsafədəki naxışlar başqa tərtibdədir. Türk xalqları ki, müsəlman oldu, İslamla tanış oldu, onların əvvəlində olan naxışları ki, burada mən tamaşaçılarımız və sizin üçün də ayrıca bir mötərizə açmaq istəyirəm. Bugün İslamofobiya var, İslamı tənqid olunur, İslam ona qarşıdır, İslam buna qarşıdır. İslam heç bir şeyə qarşı çıxmıyor. Şam şəhəri fəth olunur, kilisənin yarısını bölürlər, yarısında müsəlmanlar namaz qılır, yarı hissəsində
xristianlar ibadətini eləyir. Halbuki gücləri var. Bəli. Onu avtomatik məscidə çevirə bilərdilər. Eləməyiblər. Azərbaycandakı nümunələri Bəli. Hüdavəng monastırı 6-cı əsr, 7-ci əsrin abidəsidir. İslam 7-ci əsrdə Azərbaycandadır. Və həmin abidə günümüzə qədər necə gəlib çıxıb? Bu sual da verilməlidir insanlara. Deməli biz qorumuşuq. Bəli. Bizim mədəniyyətimizdə yıxmaq yoxdur. Var olan gücü özümüzün istifadəsinə ram edib onu belə deyək, o istəyimiz üzərinə istifadəyə cəlb eləməkdir. Bu cümlədən də təsvib sənəti Uyğur türklərində, qədim türklərdə bu sənət var idi, bəzək sənəti. Sonra müsəlman olurlar və ən gözəl kitabımız olan Qurani-Kərimdə həmin o təsvibi davam etdirirlər. Və gəldik sizin o dediyiniz ornamentlərlə bağlı. Bəli, o dizayını, tərtibatı edən sənətkarın xəyal dünyasındakı, inanc sistemindəki şeylər orada öz əksini tapır. Misal üçün, qədim türklərdə internetdə də bugün tamaşaçılarımız da axtarıb tapa bilərlər. Məsələn, bir qurd canavarı həbs etdiklərində canavar sona qədər, ölənə qədər dayanmır və 8 işarəti, sonsuzluq dediyimiz işarəti yerə baxırsınız ki, addımlarınla yerə cızılır. Ölənə qədər dönmür və o hərəkət edir. Məsələn, qədim türklər bu işarəti çox istifadə ediblər. Bu nə deməkdir? Doğruluq üzərinə yorulmadan davam etmək ki, Quranda da Allah Taala ölüm gələnə qədər ibadət edin. Düzdür, burada ibadət geniş mənadır. İçinə çox böyük şeylər daxildir. Bu xalqa xidmət də ibadətdir, vətənə xidmət də ibadətdir, dövlətinə qulluq da ibadətdir. Bunlar hamısı o ibadətin içinə gedir. Yəni qul geriyə durmayacaq, davam edəcək, davamlı hərəkətdə, davamlı o mücadiləsində olacaq, haqq mücadiləsində, doğru mücadiləsində olacaq. Məsələn, ornamentində ondan istifadə edib. Əqidəsində ölümsüzlük var, yəni öldükdən sonraki bir əbədi bir həyat var. Zəncərək dediyimiz davamlı, necə deyirlər buna, davamlı hərəkət edən bir ornamenti orada haşiyədə qoyub. Və yaxud da xətai çiçəyi dediyimiz cənnətin çiçəyidir, yəni öldükdən sonraki həyatın rəmzini ora istifadə edib. Və yaxud da ətraf mühiti müşahidə edir, ətraf mühitdəki ayın, günəşin hərəkətlərini öz əsərində o halozonik şeyləri təsvir edir. Misal üçün, Qurani-Kərimdə də keçir, ayın hərəkətini Allah Taala qurumuş xurma budağına bənzədir. O necə hərəkət edirsə, bəli, o hərəkəti. Məsələn, onu biz yenə o naxışların içində görə bilirik. Müşahidə qabiliyyəti, sənətkarın müşahidəsi, əqidəsi, inancı, mifologiyası və müşahidə qabiliyyəti nəticəsində bir əsər ərsəyə gəlir. Yanaşması, baxışı. Baxışı, bəli, bəli. Məsələn, mən o ustadlarda sizi də məsələn göstərə bilərəm ki, məsələn siz də çox əsərlərin sahibisiniz. Sizdə də bədahətən çox əsərlər var ki, məsələn siz onu təkrarlamırsınız. Bu sırf sizə aiddir. Doğrumu? Tək mənə aid deyə bilmərəm. O biraz yanlış çıxar. Sizin də yanaşmanız var. Bəli, mümkün dərəcə çalışıram ki, məscid naxışlarında təkrar olmasın. Bəli. Onu bədahətən çalışıram ki, o an məscidin içində oturub, belə deyək də, indi biraz tamaşaçılardan da üzr istəyərək, Allahdan da üzr istəyərək belə ifadə eləməsin. Deyir ki, Mövlanənin gözəl sözü var. Qələmi yazanı görməyən, daha doğrusu qələmi tutanı görməyən, yazını qələm yazdı zənn edəcək deyə bir ifadə işlədir. Qələmi tutanı görməyən, yazını qələm yazdı zənn edəcək deyir. Burada qələm obrazı bizə düşür. Biz çəkdik deyə görürük, amma çəkdirən başqasıdır. O ilahi qüdrətdir. Məscid də o ilahi qüdrətin özünündür. Biz də onunuq. O an o bizə nə desə, nə çəkdirsə biz onu çəkərik. Bu da bizim İslam mədəniyyətinin ədəb tərtibidir. Biz Əbru sənətinlə məşğul olanda biraz haşiyədən kənara çıxıram. Orada Əbru sənətkarlarının belə bir duası var. Deyir ki,
Ya Rəbb deyir, bu ləyəndə baş verən naxışlar sənin xilqətinin naxışlarıdır. Yəni Xaliq olan Allahın Xaliq sifətinin təcəllasıdır. Suyun üzərində naxışlar əmələ gəlir. Ola ki, deyir, mən bu naxışlara baxaram, onun o gözəlliyi məni sehirləyər, aldanaram, mən çəkdim deyərəm. Nə gözəl. Məni qoyma deyir, hubbu riyasət, yəni riyakarlığa düşərəm. Mən çəkdim deyərəm. Məsələn, bugünün insanımızın ən böyük xətası odur. Mən çəkdim, mən elədim, mənim dünyam, mənim vəzifəm, mənim sahəm, hər şey mənim. Bəli. Heç kimin deyil. Bəli, ənəniyyət. Bəli. Çox təşəkkür edirik Zaur müəllim, gəldiniz, dəyərli fikirlərinizi bizimlə böldünüz. Miftahul Ərəbiyyə verilişində qonaq oldunuz. Sizə buna görə öz adımdan və kollektivimiz adından sizə öz minnətdarlığımızı bildiririk. Mən də öz adımdan təşəkkür edirəm. Fəaliyyətinizdə uğurlar arzu edirəm. Çox sağ olun. Sağ olun. Xəttatlıq hərflərin və yazının estetik qaydalarla gözəl şəkildə yazılması sənətidir. Bu sənət xüsusilə ərəb əlifbası ilə inkişaf etmiş və İslam mədəniyyətində mühüm yer tutmuşdur. Ərəb xəttatlığının ən məşhur növləri bunlardır. Nəsx, kitab və Qurani Kərimin yazılmasında çox istifadə olunan xətt növüdür. Süz, iri və bədii yazılar məscid kitabələri üçün istifadə olunur. Divani, Osmanlı sarayında rəsmi yazışmalarda işlədilən zərif üslubdur. Kufi, ən qədim ərəb xətt növlərindən biri olub, həndəsi formaları ilə seçilir. Nəstəlik, daha çox fars və urdu dillərində istifadə olunan zərif xətt üslubudur. Bu xətt növlərinin hər biri öz gözəlliyi, istifadə sahəsi və tarixi xüsusiyyətləri ilə seçilir. Ebru sənəti suyun üzərində xüsusi hazırlanmış boyalar və alətlər vasitəsilə müxtəlif naxışlar yaradılıb, sonra həmin naxışların kağıza köçürülməsi ilə icra olunan qədim dekorativ sənət növüdür. Bu sənət qədimdən kitabların üz qabığının, xəttatlıq əsərlərinin və müxtəlif bədii işlərin bəzədilməsində istifadə edilmişdir. Ebru sənəti həm estetik, həm də özünə məxsus gözəlliyi ilə seçilir. Təshib sənəti. Təshib sənəti əlyazma kitabların, xüsusilə Qurani Kərimin, eləcə də xəttatlıq əsərlərinin qızıl suyu və müxtəlif rənglərlə bəzədilməsi sənətidir. Bu sənətdə əsasən həndəsi ornamentlər, yarpaq, budaq və çiçək motivlərindən istifadə olunur. Təshibin məqsədi mətni kölgədə qoymaq deyil, onun gözəlliyini və dəyərini daha da artırmaqdır. Təshib əsərləri İslam incəsənətinin ən zərif və qiymətli nümunələri hesab olunur və əsrlər boyu kitab sənətinin ayrılmaz hissəsi olmuşdur. Xəttatlıq, ebru və təshib sənətləri İslam mədəniyyətlərinin və Şərq incəsənətinin ən qiymətli irs nümunələrindəndir. Bu sənətlər təkcə estetik gözəlliyi yaratmır, həm də səbir, dəqiqlik, zövq və mənəvi dəyərləri özündə əks etdirir. Bu irsin qorunması, öyrənilməsi və gələcək nəsillərə ötürülməsi mədəniyyətimizin yaşadılması baxımından böyük əhəmiyyət daşıyır.